Allah'ın salamı olsun. Amin. Deməli, qurban olma Allaha. Deməli, başlar. İğnələnmişdi. Sarılıq deyir, amma düz deyirəm. Deməli, düz deyirsin. Sən mənə dedin ki, bildirmişsən ki, Allah Taala hansı aya yazır? Allah Taala buyurur ki, mənasını denə. Yəni, sözə baxmasan, yəni, pis adamlar arasında Allah Taala nə edir? Bir çox aya yazma düşür. Allahın sözünə uymayanda Allah Taala yəni, o məmləkəti sonra məmləkətlərini inib yerinə yetirən edir. Sən də mənə demişdin ki, o hansı ayələrdə düşür, onu denə. Allah Taala buyurur ki, sizləri məhv edir, sizdən yaxşısını yerinə gətirmək Allaha asan. Nə yazır? O Amerikan prezidentinin adı nədir? Yazından çıxdı. Yenələmişdi. Beyninin yarısının çoxunu qurdu da, az danış. Yaş demisi. O nə dedi? Adılar vacib deyil. Sonra nə dedi? Elə ki, video var. Trump. Allah Əkbər deyəndə, yox, neyinizi? Trump demir, Allah Əkbər. Danışdığı yerdə birdən bir kişi qışqırır, Allah Əkbər deyəndə o çoxlu adam dinləyirdi onu. Belə əlimdə Rabucin vurur sonra. Həm də axmaq. Neyiniz? Qəzəbləndi, boşun. Telefon gəldi yanına, belə əlinlərlə tutdular. Hansı aya yazı düşdü? Videoda var orada. Kim deyir onu? O ayəçi kim deyir? Aydın var, nə deyir? Düz deyir. Məsəl üçün deyir, Quranda var ki, İslamı terror dini ilə adlandırırlar da. Yəni, Quranda o Aydın mülayim orada sənin YouTube'unda var, bu kanalda. Axıra yaxın o barədə danışır. Söndür. Söndür. İnşallah söndürün. İnşallah. Söndürmək niyə istəmirsən? Özüm bilmirəm. Hələ deməyə çalış. Orada Aydın mülayim düz deyir. Bir ayə var ki, kafirləri harada görsəz, nə o gün oxudun, kafirləri harada görsəz, öldürün. Amma o ayənin arxası, yəni vuruş zaman, səni vurur, öldürürlərsə, öldürə bilərsin, Allah Taala buyurur. Yəni o ayənin əvvəlini götürürlər, nəysə, nə deyildi? Yəni ki, xaricdə məsələn, xaricdə harada? Yəni, xristiyanlar, yəhudilər, hər kəsə müsəlman, elə müsəlmanlar da Quranı qanmamaq vəziyyətindədirlər. Niyə? Çünki Quranı avazla oxuyurlar. Bir sonra əslində nurlandırmaq Quranı haqqı, Peyğəmbərin davamçısı olmaq nədir? Eləmiş. Peyğəmbərimizin davamçısı olmaq, salavat etmək nədir? Salat edin, deyir Allah Taala. Bizdə də məsciddə nə deyirlər? Allahümmə səlli alə Muhammedin və alə Muhammedi belə yassı deyirlər, deyə hörmətlə deyirlər. Əslində nədir salat etmək? Salat etmək, salavat gətirmək, yəni Allah Taala buyurur ki, Allah və mələkləri Peyğəmbərə salat edir, siz də salat edin. Salat etmək o demək ki, yəni Allah və mələkləri Peyğəmbərə yardım edir, dəstək olur, siz də yardım edin, dəstək olun. İki zamanədə bizim Peyğəmbərə yardımımız və dəstəyimiz ola bilər ki, onun davamçısı olaq. Yəni, məsəl üçün, məni qızım sevirsə, mənim işimi davam etdirməyə demirəm. Çünki iş başqa, məsələn, mənə nə demək istəyirəm? Haqqı yaymaq hamının işidir, inşallah.
Amin. Sağ olun. Allah bizimle olsun inşallah. Sağ olun. Bütün güc qüvvət yalnız Allah'a məxsusdur. Unutmayın. Amin.